Hazır lavaşdan çox dadlı, pendirli, göyərtili börək hazırladım. Mütləq hazırlayın. Çox möhtəşəm alındı. Keçən hazırlanma qaydasına. İlk öncə börəyin sosunu hazırlayırıq. Bizə lazım olacaq 3 ədəd yumurta, 5 yemək qaşığı qatıq, 1 çay qaşığı duz, yarım stəkan duru yağ və 1 stəkan yarım soyuq su əlavə edib qarışdırırıq. Böreğin içliği üçün bizə lazım olacaq göyərti. Hansı göyərtilərdən istifadə elədim qeyd edəcəm. Tavanın içərisinə kərə yağ əlavə edib, göyərtiləri içərisinə əlavə edib, təxmini 5 dəqiqə qovururuq. 5 dəqiqədən sonra altını söndürüb, içərisinə pendir əlavə edirik. Pendir əlavə edib qarışdırırıq. Pendir əgər duzludursa, duz vurmağa ehtiyac yoxdur. Və lavaşın içərisinə hazırladığımız sosdan əlavə edib, içərisinə göyərtidən əlavə edib bükürük. Və bükdükdən sonra hazırlayacağımız soba listinin içərisinə yerləşdiririk. Eyni bu qaydayla davam edirik. Ən sonda isə üzərinə qalan sosunu da əlavə edirik və üzərinə qara çiriotu, kərə yağı da əlavə edib sobada 200 dərəcədə təxmini 15-20 dəqiqə bişiririk. Əminəm ki, hazırlasaz çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.